Hər bir insanın həyat yolu bənzərsizdir. Musiqiçilər isə bu yolu toxunduqları hər akkordda, hər simdə daha da rəngarəng edirlər. Pedaqoji fəaliyyətlə məşğul olan sənətçilər bu illər ərzində öz tələbələrində buraxdıqları yaradıcılıq izləri ilə həmişə yaşar insana çevrilirlər. Elə fortepianoçu Ustad Namiq Sultanov kimi. Namiq Sultanovun yaradıcılıq gecəsi üçün xüsusi olaraq Bakıya gəldim. O mənim müəllimim olub. Düzdür, ondan qısa müddət dərs almışam. Amma Namiq Sultanov mənim hər zaman ən sevimli müəllimim olaraq qalacaq. Ona can sağlığı arzuluyuram. Musiqi sahəsində fitri istedadı və özünəməxsus ifa tərzi ilə seçilən Namiq Sultanov pianodan əlavə skripka və fleytada da ifa edərək musiqi məktəblərinin konsertlərində səslənən 150-dən çox əsər bəstələyib. O, Moskva konservatoriyasının böyük salonunda, San Francisco, New York, Vancouver, İstanbul, İzmir, Ankara, Mexiko, Sankt-Peterburg, Kiyev, Minsk, Almatı, Tallin və digər şəhərlərin müxtəlif konsert salonlarında çıxış edib. Sənətkarın növbəti konserti isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirildi. Səhnədə və kadrda adlanan musiqili gecədə Namiq Sultanovun qızları Nərminə Sultanova və Nigar Sultanova da çıxış etdilər. Bizim üçün çox həyəcanlı gecədir. Bugün biz atamız üçün səhnəyə çıxdıq. Biz xaricdə yaşayırıq və bu gecə həqiqətən qeyri-adi hisslərlə yadda qaldı. Onun tələbələri və dostları səhnədə dəstək nümayiş etdirdilər. Azərbaycan, Türkiyə və Amerika Birləşmiş Ştatlarında musiqi fəaliyyəti ilə də məşğul olan fortepianoçu Namiq Sultanov hazırda San Jose Dövlət Universitetində çalışır. Musiqi sahəsində biliklərini yorulmadan gələcək nəsillərə ötürən sənətçiyə yaradıcılığında yeni nailiyyətlər arzuluyuruq. Oruc Ələsgərov, Elgün Heydərov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.